Herkese salam, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte bakacağımız 2025. yıl 9. sınıflar için din test toplumunun ikinci dinlemesidir. Dinləmənin mətni ekranın sağ tərəfində verilib. Gəlin ilk növbədə mətnin tərcüməsinə baxaq. Hans Christian Andersen nağıl hekayələri yazırdı. Onun hekayələri bütün dünyada tanınır. Charles Dickens və Victor Hugo kimi böyük yazıcılar onun dostlarıydı. Bu dostluqlar onun bütün dövrlərin ən böyük yazıcılarından biri olmasına kömək etdi. O, hekayələri yalnız əyləndirmək üçün yazmırdı. Andersen hekayələrində ciddi bir fikri irəli sürməyə çalışırdı. Onun hekayələrinin ideyaları həmişə çox sadədir. Hətta uşaqlar belə onları başa düşüb zövq ala bilirlər. Onun bütün hekayələri insanlar üçün mühüm mesajlar daşıyır. Andersen tez-tez yaxşı və pis, həqiqət və yalan, yaxud görünüş və reallıq kimi ziddiyyətləri hekayələrində təqdim edir. Bu sonuncu ziddiyyəti isə biz Çirkin ördək balası hekayəsində görürük. Ördəklər üçün o çirkin idi və onu qəbul etmirdilər. Amma reallıqda o böyüyüb gözəl bir qurquşuna çevrildi. Sonra o bir qurquşlar ailəsi qurdu və hamısı onu qəbul etdilər. Mətnimizin tərcüməsinə baxdıqdan sonra gəlin suallara bir-bir detallı formada baxaq. Birinci sualımızda mətnin nə haqqında olduğu soruşulur. Bu tipli suallarımızda dinləmənin və yaxud da mətnin artıq birinci və yaxud da ikinci cümləsindən bizə bəlli olur ki, mətn nə haqqındadır. Birinci cümləmizdən artıq bizə yazardan söhbət getdiyi aydın olur. Bu səbəbdən də doğru cavabımız E variantı, məşhur hekayə yazarı. İkinci sualımızda soruşulur. Andersen hekayələrinə tez-tez nələri daxil edirdi? Bizə qeyd olunan cümlədən bəlli idi ki, doğru cavabımız D variantıdır, yəni yaxşı və şər kimi ziddiyyətləri daxil edirdi. Üçüncü sualımızda ördəklər ördək balasını qəbul etmədilər, çünki bizə bu cümlədən bu sualımızın cavabı bəllidir. Çirkin olduğuna görə onu qəbul etmək istəmirdilər. Dördüncü sualımızın birinci hissəsində bildirilir ki, dostlarının köməyi olmadan böyük yazıcı oldu. Lakin burada cavab yanlışdır. Üçüncü cümləmizdə bizə deyilir ki, Charles Dickens və Victor Hugo kimi dostları var və bu dostlar ona bütün dövrlərin ən böyük yazıcılarından biri olması üçün köməklik ediblər. İkinci hissəmizdə çirkin ördək balası gözəl bir qurquşuna çevrildi. Bu doğru cavabımızdır. Ən axırda bu cümləmizdən bizə bəlli olur. Üçüncü sualımızda Andersen hekayələri əyləncəli və mənalıdır. Doğrudur. Bildirilirdi ki, uşaqlar da zövq alır, eyni zamanda insanlar üçün də önəmli mesajlar daşıyır. Dördüncü cümləmizdə onun hekayələrinin oxucular üçün heç bir önəmli mesajı yoxdur. Bu isə yanlış cavabımızdır. Elə bayaq qeyd etdiyimiz hissədən bəlli olduğu kimi önəmli mesajlar daşıdığı qeyd olunub. Videonu bəyənməyi, eləcə də şərh yazaraqdan kanala abunə olmağı unutmayın. Dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz.